Yenə güclü külək, yenə qaçılmaz fəsadlar. Bu fəsadlar isə özünü xüsusilə ağacların aşması ilə göstərir. Təəssüf ki, bu hallar ənənəvi xarakter alıb. Bəs güclü külək nəticəsində qırılıb aşan budaqların, ağacların əsas səbəbi nədən ibarətdir? Ekspertlərin fikrincə, güclü külək sadəcə son zərbə rolunu oynayır. Əsas səbəblər ağacların sağlamlıq vəziyyəti, vaxtında aparılmayan budama prosesi, ağac növünün iqlimə uyğun seçilməməsi ya da profilaktik nəzarətin zəifliyi ilə bağlıdır. Bəs artıq qurumuş və aşma təhlükəsi olan ağaclar niyə götürülmür? Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, şəhər ərazisindəki qurumuş ağacların götürülməsi yalnız müvafiq dövlət qurumunun rəyi əsasında həyata keçirilir. Mövcud qanunvericiliyə görə hər bir ağacın müvafiq dövlət qurumu tərəfindən verilmiş individual rəyi mövcud olmalıdır. Yalnız o halda ağac kəsilə bilər. Son 3 ay ərzində şəhər ərazisində müvafiq rəyi olan 400-ə yaxın qurumuş, aşma təhlükəsi olan ağac kəsilərək götürülmüşdür. Bununla belə təhlükə hələ də tam aradan qaldırılmayıb. Biz hər gün məktəbə gedib gəlirik, uşaqları gətiririk körpələrlə, yəni buradan keçirik. Təhlükə yaradır, bu ağac buradan yığışılsa, yəni daha yaxşı olar. Bu ağac mənim fikrimdə təhlükəlidir, çünki insanlar keçib gəlir, valideynlər, uşaqlar, ağac aşa bilər, binanın üstünə düşə bilər və yaxud da hansısa maşından üstünə düşə bilər, zərər verə bilər. Belə ağaclar birbaşa təhlükə mənbəyidir. Ona görə də yaxşı olar ki, bunu yoxlasınlar, vaxtında bunlara bir əncam qılsınlar da, belə sözün açığı deyirsək. Yaxşı olar ki, bu götürülsün buradan. Qurumuş, qəzalı, xəstəliklərə yoluxmuş ağacların götürülməsi üçün vətəndaş torpaq mülkiyyətçisinə, yəni müvafiq olaraq yerli icra hakimiyyət orqanlarına və ya bələdiyyələrə, onlar da öz növbəsində rəy bildirilməsi məqsədi ilə Dövlət Ekoloji Ekspertiz Agentliyinə müraciət etməlidirlər. Ekspertlər tərəfindən sözügedən yaşıllıqlara baxış keçirilir, ağacların quruma səbəbini müəyyən etmək məqsədi ilə torpaqdan nümunələr götürülür, analizlər aparılır və nəticələrə əsasən qanuna müvafiq tədbirlər görülür. Ağacların götürülməsinə müsbət rəy verildikdə torpaq mülkiyyətçisi tərəfindən ağacların götürülməsi həyata keçirilir. Qeyd edək ki, götürülən hər bir ağacın əvəzinə yerli iqlimə xas yeni tinqin əkilməsi şərti qoyulur. Son 2 gün ərzində isə ümumilikdə 17 belə hadisə qeydə alınıb ki, onlardan 11-i ağacın aşması, 6-sı isə budağın qırılması ilə nəticələnib. Xəsarət alan qeydə alınmayıb. Rauf Məmmədov, Rüstəm Abdullayev, Zaur Dadaşov, ASTV Xəbər.